Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli dinleyiciler, değerli Müslümanlar, dostluq, yəni sənin həyatını birlikdə keçirtdiyin, boş vaxtlarını birlikdə keçirtdiyin, sevimli və kədərli günlərində yanında olduğun bir insana dost deyilir. Dost sözü bizim leksikonda nə qədər dost kimi deyilsə də, bu isə Allahın kitabında, Ərəbcədə bunun adı sadiq gedir, sadiq. Sadiq, Allah belə birisini dost adlandırır və ona sadiq deyir. Sadiq, yəni sədaqət ilə sənə bağlı olan birisi. Sədaqət ilə. Yəni, bütün könül bağı ilə səninlə dostluq edən, digər maraqları əsas olmayan, yəni digər maraqları onun üçün əsas deyil. Yəni, ola bilsin ki, bir dost zəngindir, digəri yoxsuldur. Zəngin onu yedizdirir, geyindirir. Bu ola bilər. Amma bu o demək deyildir ki, o dost bunun üçün onun yanındadır. Əgər onun üçün onun yanındadırsa, o dost deyil. Yox, həqiqətən də səmimi olaraq onun yanındadırsa, o dostdur. Burada ola bilər ki, biz düşünək ki, mən haradan bilim ki, necə ki, bu tarixdə özünü göstərmişdi xəyanətkar dostları. Biz nə bilə bilərik? Burada söhbət əks tərəfdən getmir. Yəni, sən dinləyici, sənin özün və yaxud da ki, mən danışan, mənim özüm. Burada söhbət getmir, mənim dostum kim olsun? Bax, bizim dərsimiz əsasən qurulmuşdur ki, mən necə dost olmalıyam? Bax, bunun üzərində quraq. Dinləyərkən də dostlarını gözünün önünə gətirib də, o belə idi, bu belə idi deyib, özümüzü bir tərəfə çəkməyək. Burada mən necə dost olum? Mən necə dost olsam, həqiqi dost adlanıram. Və belə adamların yanında olaq. O adamla dostluq edək ki, mən ona qarşı bu sifətlər var məndə. Həmən sifətlər ki, indi onlar sayılacaq. Dəyərli insanlar, əgər burada sayılan sifətlərdə olan bir dostun varsa və yaxud da ki, bu sifətlərin çoxunu özündə gəzdirən bir dostun varsa, onu buraxma, onu möhkəm tut. Çünki o sənə hətta Allahın yanında da lazım olacaq. O Allahın yanında da səni buraxmayacaq, səni möhkəm tutacaq. Çünki qiyamət günü Allahın yanında çox insanların eyibləri ifşa olacaq ki, dünyada səmimi dost bildiyim birilərini orada səni qoyub necə qasdığını görəcəksən. Əz-Zuhruf surəsi 67-ci ayədə Rəbbimiz buyurur ki, Əl-əxilləi yəvmə izin ba'duhum li ba'dun aduv illəl-muttaqin. Həmən gün, qiyamət günü, bütün dostlar biri-birinə düşmən kəsiləcək. Bütün dostlar biri-birinə düşmən kəsiləcək. Niyə düşmən? O deyəcək, bu etdi ey Rəbbim. Dünyada eybini örtürdü. Orada deyir, bu etdi ey Rəbbim. Bu apardı məni, bu çaşdırdı məni. Deyə Allaha qarşı qalxaraq, qarşı dedikdə dostuna qarşı qalxaraq Allaha etiraf edəcək. Amma Allah isə bunun cavabında deyir. O gün əsli dostlar müttəqilərdir. İlləl muttaqin. Muttaqi kimdir? Allahdan qorxanlar. Deməli, sən özünə Allahdan qorxan adamlar tap. Allahdan qorxan adam ki, onun da sifətləri ayrılıqda keçirilmişdi.
Yəni gecə namazları qılan, oruç çoxluca tutan, Allaha verdiyi sözü tutan, Allaha xəyanət etməyən, Allahın Rəsuluna xəyanət etməyən adamlarla dostluq et. Allahın Rəsuluna xəyanət bilirsən nədir? Allahın Rəsulu indi yoxdur ki, ona necə xəyanət etmək olar? Sən nə qədər adam tanıyırsan bugün? O deyir ki, mən möminəm, amma Allahın Rəsulunun həyat yoldaşına dil uzadır. Anamız Ayşəyə dil uzadır. Allahın Rəsulunun ən sevimli dostlarını söyür. Əbu Bakırı, Öməri, Osmanı, bunlara təhqir edən, bunları bəyənməyib də Allahın Rəsuluna səni sevirəm deyəni Allah sevər, Allahın Rəsulu sevər. Bunun bir mənalı olaraq cavabı xeyr. Mömin olmur, kim olur olsun, o mömin deyil. O yalancıdır, o hiləgərdir. O qiyamət günü bax üzünə qalacaq dostlardandır. Baxma dünyada onu, mən namaz qılır, oruç tutur. Xeyr, biz burada namaz qılıb oruç tutandan danışmırıq. Bilə namaz qılanlar var ki, xəyanət etdilər. Bilə oruç tutanlar var ki, onlar xəyanət etdilər. Yəni burada namaz, orucla çaşma. Burada o sifətlər ki sayılacaq, onlara fikir ver. Namaz qılır, Allahın Rəsulunun həyat yoldaşına dil uzadır. O dostdur. Sizcə qiyamət günü Allahın Rəsulu deyəcək, gəlsin mənim dostum, yaxşı söyürdü həyat yoldaşımı, bu mənim dostlarıma dil uzadırdı. Təsəvvür et, Qur'an-ı Kərimdə Allah Əbu Bakır üçün dostuna de, qorxmasın. Mən sizinləyəm, dedi Allah. Ayə indirib Qur'anda. Dostuna de, Peyğəmbərə deyir ki, dostuna de, qorxmasın. Deməli, Əbu Bakırı Allah dost adlandırır orada. Və Allahın Rəsulu da deyir ki, bu dünyada mənim Əbu Bakırdan yaxın dostum yoxdur. Amma sən onun dostuna söyürsən, bax onu söyən adamı özüvə dost bilmə. Ondan sənə dost çıxmaz. Rəsulullahın dostunu söyən, sabahları səni də gözəl şəkildə söyəcək. Və sənin başına bir iş gəldi, sənə xəyanət edəcək. Səni dar gündə buraxacaq və gedəcək. Çünki o Allaha və onun Rəsuluna xəyanət edir. Sən nəsən ki? Bəli, ona görə də Allah Qur'an-ı Kərimdə Furqan surəsi 28-ci ayədə buyurur ki, bəzi insanlar belə deyəcək. Ya veylətə leytəni ləm ətəxiz fulanən xəlilə. Allahım, mən nə etdim? Çaş ki filankəsi özümə dost tutmayaydım. Niyə? Dost tutdu, dostu onu uyuşturucuya apardı, dostu onu xəyanətə apardı, zinaya şərait yaratdı. Bu azğınlıq etdi, dostu dedi, nə idi ki, yaxşı oğlandı. Bu uyuşturucu edir, amma pul xərcləyir deyə o biri dostu deyir, nə idi ki, yaxşı oğlandı. Niyə? Bunu yeyib içməyə aparır, dostluq edirlər, birlikdə başqasının qeybətini edirlər və beləcə mehribandırlar. Bax, bu cür mehriban dostluq var ha, içki məclisi arxasında, domino məclisi arxasında və yaxud da ki, hansı isə haram bir məclisə, zinaya gediblər birlikdə. Bax, bu cür dostların var ha, onlar sənin dostun deyil. Dostun deyil. Ola bilsin ki, zamanın süzgəzindən çıxsın, nəticədə dostun olsun. Bəli, amma həmən vaxtı könlünü ona bağlama. O sənin dostun deyil. Domino stolu arxasında necə səmimi gələn dostlar gördük ki, onlar ayrılanda bir-birlərini döyərək ayrıldılar. Çünki oyunları düz getməyib. Bu nə dostdur ki, oyununun yanlış gedişinə görə sevdiyi bir insana alçaq sözlər desin? Deməli, bu dostluq deyil, bu aldatmacadır. Psixologiyada buna halo effekti deyirlər, halo effekti. Yəni, bir insanın zahiri gözəlliyinə baxıb aldanmaq. Yox, bunun üzü nurludur, bu yalan deməz. Sən demə, bu özünə süni şəkildə bir gözəllik verib. Bunun içi sən demə çirkin imiş. Yəni, belə ola bilir. İndi bu o demək deyil, hər nurlu üzə deyəsən ki,
ola bilər elə bu da belədir. Yox. Sadəcə olaraq aldanma, incələ, araşdır. Nə ilə araşdır? Allahın kitabında deyilənlərlə. Sənin dostun muttaqi olsun. Allahdan qorxan adamla dostluq et. O adam ki, Allahdan qorxur, Allahın borclarını verir, Allahın əmrlərinə itaat edir. Bax, sənin dostun o olsun. O ən dar gündə sənə fayda verə bilməsə də, o gecə namazına qalxıb, əllərini açıb sənin üçün Allaha dua edəcək. Allahım, dostum xəstədir. Allahım, dostum borca düşüb. Allahım, dostumun ailə sıxıntıları vardır. Ey Rəbbim, mən ona yardım edə bilmirəm, yoxsulam. Ya sözüm çatmır, ya gücüm çatmır, müdaxilə edə bilmirəm. Allahım, öz elminlə onun işini səhmana sal. Bax, odur sənin dostun. Mən hardan bilərəm ki, dostum mənim üçün dua edib? Yəni, əgər gəlib mənə deyəcəksə ki, mən dünən sənin üçün dua etmişdim, heç bu da dost deyil. Bunun da gözəlliyinin hiləsi var. Dost demir ki, Allah ilə səmimi olan bu sözləri deməz. Çünki Allah ilə öz arasında qalır. Bəs mən hardan bilirəm? Bunun iki yolu var, biliyin. Bir, Allah sənin qəlbinə sevinç salır ona qarşı. Nəsə onu sevirsən, nəsə ona qarşı çox səmimisən. Bil ki, bunu Allah edir. Çünki o sənin dar görmədiyin yerdə dostundur. İkinci tərəfi budur ki, hökmən deyil ki, mənə qarşı edən adamı axtarım. Mən o cür dost olum. Yəni sən, biz bu cür dost olaq. Dar gündə, sıxıntı günündə dostumuza əgər fiziki yardım edə bilmiriksə, ona Allah ilə öz aramızda ona yardım edək. Allahdan bəlkə də göz yaşlarıyla onun üçün yardım istəyək. Bəlkə sənin sözünlə düzəltdi Allah. Dəyərli insan, dost axtaranda sıralama olaraq ümumiyyətlə bu xasiyyətlər olan adam yaxşı dost adlanır. Bu Quran və sünnədən və bir də tarixdən götürülən ibrətlərdir. Bu sayılanları saymaq asandır. Yəni, bu o demək deyildir, bu sayılanlar nə rahat sayılır. Bunu yaşamaq çətindir. Belə adam olmaq çətindir. Onlardan biri budur ki, dar gündə sənin yanında olan. Yəni, sən sıxıntıya düşən kimi, mən deyirdim buna da, qulaq asmırdı. Onu dar gündə buraxıb getmək, bu xəyanətdir. Dar gündə də sənin yanında olan, yəni həm yoxsul günündə, həm zəngin günündə, həm sağlam günündə, həm xəstə günündə sənin yanında olan adam sədaqətli dostdur. Sonra səni nəsihət edən, yəni sənə yanlış bir işin olanda deyir, bunu etmə, sən düz etmirsən. Yəni pulunu hər yerə xərcləmə. Sənin üçün xərcləyir deyə səsini çıxartmırsan. Necə sağına soluna xərcləyir, sən də səsini çıxartmırsan. Onu ayılt, sənin ailən var. Biz dostuq və birlikdə eybi yox, sənin imkanın var, bizim yoxdur, bunu etdin. Bəsdir, belə bundan həddini aşma, israf etmə. Ailəni düşün, gələcəyini düşün, bunun olmayan günləri var. Yəni, nəsihət etsin sənə. Sən yanlış yolu gedirsənsə, bax buna davam edərsənsə, bizim dostluğumuz alınmaz. Olmaz. Sən uyuşturucu edə-edə mən səninlə dostluq edə bilmərəm. Sən zina edirsən, mən səninlə dostluq edə bilmərəm. Çünki o sənə təsir edəcək. Onun şeytanı sənin şeytanına təsir edəcək, sənin də şeytanın toplanacaq sənin üzərinə. Və səndə də o əmələ qarşı rəğbət oyadacaq. Necə ki, Allahın Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, kişi öz dostunun dinindədir. Və fikir ver, gör kiminlə dostluq edirsən. Hədis səhihdir, İmam Əhməd rəvayət etmişdir. Deməli ki, şəxs dostunun dinindədir. Burada kişi bildiyimiz kimi, yəni kişi deyilir ki, yəni qadınların adı çox çəkilməsin. Yəni elə qadın və kişi fərq etməz. Hər kəs dostunun dinindədir. Sənin dostunun dini nədir? Ondasan sən, ehtiyatlı ol. Mənə nə, özü üçün edir, demə. Dostundursa, dost nədir? Birlikdəsən, xeyir günündə, acı günündə onun yanındasan. Və bilginən ki, özünə elə adamlar seç ki, onlar sənə təsir edə bilər. Sonra sirrini gizlədən,
Sirrini gizlədən, dost ikən sirri gizlətmək asandır. Yəni hər bir dostluğun arasında arada münaqişə olur, arada küsüşmə olur. Elə bunun özü də dostluqdur. Yəni bu o demək deyildir, heç küsməyiblər, elə şey deyil. Küsürlər, amma düşmən olmurlar. Uzaqlaşırlar, amma sirri açmırlar. Dost budur. Dostluq edirdi, nəsə bir hadisə oldu, şeytandır, müdaxilə etdi, bunların arası dəydi. Ya pula görə, ya işə görə, ya nəyə görə isə, lap qohumluluğa görə dost idilər, övladlarını biri-birinə verdilər, evləndirdilər. Sonra bunların münasibəti korlandı. Münasibət korlanandan sonra hər iki tərəf ağzını açıb keçmişdə nələr var idi danışırsa, bax bu xəyanətdir. Bunu etmə. Ola bilər hansımızsa buna düşmüşük. Özümüzü islah edək. Bu pis xasiyyətdir. Bax, biz Allah yanında dost olan adamlar olmalıyıq. Dünyada dostun ilə uzaqlaşdınsa da Allahın yanında onun dostu ol. Yəni, dünyada ondan uzaqlaşmısan, amma namazında onun üçün dua elə. Bəli, mənə nə, qoy batsın, daha da məhv olsun, demə, o sənin dostun olub. Və qiyamət günü istəyirsənsə Allah sənə sədaqətli dost desin, sən ondan ayrıldığın gündə də yanında ol. Onun qeybətini etmə, onun sirrini açma, sənə dediyi sirləri açma. Çünki onu sənə deyəndə o sadiq olub sənə, yəni səmimi dost olub ki, sənə bu qədər sirrini açıb. Möhkəm ol. Dar gündə onun sirrini açma. Bax, belə adamlar Allah yanında da dost adlanır. Sonra sənin düşüncələrinə hörmət edən birisi. Dost sənin düşüncələrinə hörmət etməlidir. Sənin düşüncələrini aşağılamamalıdır. Bu nədir düşünürsən, bu nədir edirsən? Yəni, yanlışdırsa yanlışı deyəcək, o heç. Amma o ki, sənin düşüncəndir. Sənin düşüncən var. Misal üçün, sənin bir xarakterin var. Sən geyim geyinərkən və yaxud da ki, ailə övladlarından birini çox sevirsən. O da sənə dəfələrlə deyir, yəni bu qədər də bağlanma. Bu nədir ondan çox danışırsan? Hörmət et ona. Onun sevdiyidir. Danışırsa, sən də ona biraz şərait yaratıcı qoy danışsın. Qoy öz sevgisini üstə çıxartsın və sonra mövzunu dəyiş. Yəni vurma onu. Onun sevdiyi sevdikləri ilə, onun hörmət etdiklərini sən də hörmət et. Atasının eybini bilirsən, deyirsən ki, güya düz danışansan, onun hörmət etdiyi birinin eybini danışırsan, deyirsən ki, mən olanı danışıram. Görürsən ki, o ona hörmət edir və sən danışdıqda o utanır, əziyyət çəkir, nə əziyyət verirsən? Bu dostluq deyil, bu zorbalıqdır. Sən deməli güclüsən, hər nə danışa bilirsən. Bu isə doğru deyil. Onun hörmət etdiyinə sən də hörmət et. Sonra səni nöqsanınla qəbul edən adam. Nöqsanınla, yəni misal üçün psixoloji problemi var və yaxud da ki, bir nöqsanı var. Ailə üzvlərindəmi, yaxınlarındamı nöqsanı var. Onu nöqsanı ilə qəbul et. Çünki sən onu qəbul edirsən. Nöqsanı sənə aid deyil. Odur sənin dostun. Onun yaxınlarında kim var, hansı eybə mənsubdur, bax bunun qohumu filan kəs belədir, belədir deyib bunu aşağılama. Bunu nöqsanı ilə qəbul edirsənsə qəbul et. Yox, qəbul edə bilmirsənsə uzaqlaş. Çünki dost nədir? Yanındasansa deməli dar gündə də yanındasan. Uzaqlaş əgər dost deyilsənsə. Yoxsa bu xəyanət adlanar. Və onun olmadığı yerdə onu müdafiə edən biri. Yəni sən yoxsan, sənin haqqında söz danışılanda, sanki sənsən orada, səni elə müdafiə edir. Bax, bu dostluğun ən böyük nümunələridir ki, Allah və Rasulü bizə bunları gətirib çatdırmışdı. Deməli, dəyərli insanlar, buna dostluq deyirlər. Bu xasiyyətlər bizdə olarsa, bizə Allah sadiq deyər. Filankəsin sadiqi, onun dostu yəni. Allah da bizi dost adlandırsa,
Əgər biz həqiqi dost olsaq, ola bilsin ki, qiyamət günü sənin o dostun xilas olanda səni də xilas etsin. Sən nə bilirsən ki, o dostun Allah yanında kimdir? Təsəvvür edirsən, hər bir şəxsə sayısıyla şəfaət etmə yetkisi veriləcək. Bir də görürsən ki, sənin dostuna o şans verilib. Sən heç öz əməlinlə tam xilas ola bilməmişdin, onun şəfası ilə xilas ola bildin. Deməli, yaxşı dost dünyada da yanındadır, ahirətdə də yanında olacaq. Özümüzə dostlar seçərkən diqqətli olaq. Baxın, dəyərli insanlar, bu saydıqlarını hər kəs özünü belə görür. Hər kəs özünü belə görür ki, mən beləyəm, mənim dostlarım mənə qarşı belə deyil. Bunu biz bilə bilmirik ki, biz tam olaraq bilə bilmirik ki, bizim hər birimiz dostluqda özümüz də xəta etmişik, bizə qarşı da xətalar edilib. Çünki biz insanıq, düşüncələrimiz bəzən dayaz olur və bəzən unuduruq, yanlış işlər görürük. Məsələ nədir? Özümüzü islah edək, özümüzü düzəldək və bir də özümüzə dost seçiriksə, birinci Allaha yalvaraq. Allahım, bu adam mənə dost olacaqsa, sənin razı qaldığın şəkildə. Allahım, bunu mənə yönəlt, məni də buna yönəlt. Allahım, yox, bu mənim darda qoyub qaçan, sənin yanında mənim üzümə şahid qalacaq bir adam olacaqsa, Allahım, dünyada məni ondan uzaqlaşdır. Yəni, birinci Allahdan istə, yaxşı dostu. Çünki Allah ki, sənin qəlbini sevdirdi. Sən onunla heç bəlkə də bir münasibətin yoxdur, onu sevirsənsə, bilginən ki, sevdirən Allahdır, səni ona bağlayır. Amma şərtlər uymalıdır. Şərtlər nədir? Onun zahirində də dostluğun əlamətləri olmalıdır. Birinci, Allah ilə arası yaxşı olmalıdır. Allah ilə arası yaxşı olmayan sənin yaxşı dostun deyil, o səni dünyada bir şeyə görə aldadır. Ya varına, dövlətinə, ya gücünə, ya yanında bir şey var, ona sahib olmaq istəyir. Çünki Allah ilə arası düz olmayan, yəni Allaha baş əyməyib, Allahın sözlərinə itaat etməyən birisi bir nöqsanı var. O nöqsanlıdır. Birinci əlamət yaxşı deyil. Çünki bu Allah ilə arasını düzəltmir. Mənimlə necə yaxşı ola bilər? Bu Allah ilə dostluq etmir. Mənə nə dost olacaq? Bax, bu birinci əlamətdir. Yenə təkrar deyirəm. Namaz qılırdı deyə bu demək deyildir, yaxşı adamdır. O biri sifətlər bunda olmalıdır. Amma bunun namazı, orucu, gecə namazına durması, dilində Allahın zikrinin çox olması bu əlamətlərdəndir ki, bu yaxşıdır. Və o biri əlamətləri də incələ. Görsən ki, darda xəyanət edəndir, bilginən ki, heç bu əlamətlərin də faydası yoxdur. Amma ki, Allaha dua edək ki, Allah bizə yaxşı dostlar qismət eləsin. Və dostun da olsa, dəyərli insan, o dostunu, dəyərini o qədər bil ki, aranızda bir hadisə olanda, bir hadisə, misal üçün, dostunun bir xasiyyəti var ki, o sənin xoşuna gəlmir. Ya onu bir şəkildə ona deməyə çalış, ya da onu düzəltmək üçün mübarizə apar. Amma həmən o dostunu çəkib atma. Çünki bəzən dişin ağrısına dözmək lazım olur. Çünki həmən vaxtı o ağrıya dözəndən sonra o diş düzəlir, düzələndən sonra deyirsən, nə yaxşı o vaxtı onu çəkmədim. Çünki çəkəndən sonra onun yeri boş qalır. O boş yerin özü sənə sıxıntı yaradır. Çünki orada bir dostunu çəkib atmısan. Yəni dişə bənzətdik bunu ki, yəni dişi də, hər ağrıyan dişi çəkməzlər. Çünki sonra onun boşluğunun da əziyyətini çəkəcəksən. Ona görə də dəyərli insan, dostunun qədrini bil. Hər nöqsanına görə onu tərk etmə və hər kəsə də dostum demə. Dost oldunsa, şərəflə, namusla dostluq et. Allah bizə həyatımızda bu cür insanlarla dostluğa müvəffəq eyləsin ki, onlar bizim dünyada da, ahirətdə də dostumuz olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.